Dünya bazarında Azərbaycan nefti Azərlight'ın bir barelinin qiyməti $116,5 səviyyəsinə enərək $6,85 və ya 5,57% azalıb. Bu da qlobal neft bazarında ümumi təklif tələb dinamikasının dəyişməsi ilə bağlıdır. Qiymət azalması Brent nefti ilə paralel olaraq baş verir və beynəlxalq enerji bazarında ümumi düşməyə işarə edir. Enerji bazarında ümumi tələbin azalması neft qiymətlərində mənfi təsir göstərməkdədir. İstehlakçı ölkələrdə iqtisadi artımın yavaşlaması və sənaye fəaliyyətində zəifləmə enerji məhsullarına tələbin geriləməsinə səbəb olur. Beynəlxalq bazarda bəzi neft hasilatçıları hasilatı artıraraq təklifin artmasına yol açır. Bu qiymət aşağı təsir göstərir və Azərlight üçün də satış təzyiqini gücləndirir. Son dövrdə İran və digər regional amillərlə bağlı geosiyasi gərginliyin neft bazarında volatilliyə səbəb olmuş, lakin sonuncu günlərdə bəzi risklərin yüngülləşməsi gözləntiləri qiymətləri aşağı çəkir. Fiziki tələbin nisbi olaraq güclü qalmasına baxmayaraq birja bazarında spekulyativ satışlar və gələcək kontraktların qiymətləndirilməsi də neft qiymətinə təzyiq göstərə bilər. Nəticədə isə bu ucuzlaşma qlobal neft bazarında ümumi təklif tələb və investor davranışındakı dəyişikliklərlə bağlıdır. Qiymətlərin gələcəkdə necə dəyişəcəyi dünya iqtisadi göstəricilərinə, enerji tələbinə və geosiyasi vəziyyətə bağlı olacaq.